Bu tip xəbərləri qaçırtma bu videoda sizə 5 avqust 2026 il tarixi üçün Azərbaycanın paytaxtı Bakı və Abşeron yarımadası, eləcə də bütün əsas bölgələri üzrə gözlənilən hava şəraiti haqqında ətraflı məlumat təqdim edəcəyik. Məlumatlar Milli Hidrometeorologiya Xidmətinin rəsmi proqnozları və operativ hava müşahidələri əsasında hazırlanıb. Proqnoz hava şəraitində baş verə biləcək dəyişikliklərə uyğun olaraq yenilənə bilər. İndi isə bölgələr üzrə hava proqnozuna nəzər salaq. Bakı və Abşeron yarımadası paytaxt və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində günəşli hava üstünlüyü təşkil edəcək. Şimal-qərb küləyinin gün ərzində arabir güclənəcəyi ehtimal olunur. Günorta saatlarında açıq havada uzun müddət qalacaq şəxslərin günəş şüalarından qorunması tövsiyə edilir. Quba, Qusar, Xaçmaz və Siyəzən şimal bölgəsində əsasən sabit hava şəraiti gözlənilir. Hava dəyişkən buludlu olacaq, yağıntı ehtimalı aşağıdır. Dağlıq ərazilərdə səhər saatlarında duman müşahidə oluna bilər. Mülayim külək əsəcək. Şəki, Zaqatala, Qax, Balakən və Oğuz şimal-qərb rayonlarında günəşli və isti hava üstünlük təşkil edəcək. Dağlıq ərazilərdə günün ikinci yarısında qısa müddətli buludlanma mümkündür. Güclü yağıntı gözlənilir. Gəncə, Naftala, Şəmkir, Tovuz, Gədəbəy və Daşkəsən qərb bölgəsində hava əsasən yağmursuz keçəcək. Dağlıq rayonlarda hava bir qədər sərin hiss olunsa da aran ərazilərində isti hava davam edəcək. Mülayim şərq küləyi müşahidə olunacaq. Qarabağa və Şərqi Zəngəzur, Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Ağdam, Cəbrayıl və Zəngilan istiqamətlərində hava əsasən sabit olacaq. Dağlıq ərazilərdə səhər və axşam saatlarında temperatur nisbətən aşağı olacaq. Gün ərzində yağıntı gözlənilmir. Mərkəzi Aran, Yevlax, Mingəçevir, Bərdə, Ağcabədi, Ağdaş, Göyçay, Uca, Kürdəmir və ətraf rayonlarda hava əsasən günəşli olacaq. Günorta saatlarında temperatur yüksələcək və isti hava şəraiti davam edəcək. Açıq havada işləyən vətəndaşlara ehtiyatlı olmaları tövsiyə olunur. Lənkəran, Astara bölgəsi, Cənub bölgəsində hava dəyişkən buludlu olacaq. Bəzi ərazilərdə qısa müddətli buludlanma müşahidə olunsa da, əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilir. Sahil boyu ərazilərdə mülayim külək əsəcək. Naxçıvan Muxtar Respublikası Naxçıvanda hava əsasən açıq və günəşli olacaq. Günorta saatlarında isti hava üstünlük təşkil edəcək. Dağlıq ərazilərdə temperatur nisbətən aşağı olsa da yağıntı ehtimalı zəif qiymətləndirilir. Ümumilikdə 5 avqust tarixində ölkə ərazisinin böyük hissəsində sabit, isti və əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Günün ən isti saatlarında uzun müddət birbaşa günəş altında qalmamaq, kifayət qədər su qəbul etmək və xüsusilə uşaqları, yaşlıları və xroniki xəstəliyi olan şəxsləri isti havadan qorumaq tövsiyə olunur.